Bu günləri qardaşım axıracan bax. Çünki tam ürəyin istəyən sənə ev göstərəcəm. Xırdalanda Heydər Parkının yanı, Misir Parkının yanı. Bu da sizə qardaşım bax arxamızda da ki gördüyünüz təzə bazardır. Bu yaşayış kompleksində sənə bir dənə 65 kvadrat, 64.3 bilirdim. Sən demə 65 kvadrat imiş. Möhtəşəm bir də ev çıxır satışa. 3 otaq belə ürəyin istəyən. Ver gəlsin əmi oğlu topu. Bax belə. Deməli Kərbəlayı sənə möhtəşəm dediyim 3 otaq budur. Yer, yurt, möhtəşəm. Bax, evə daxil oldum, bax, girdim, bax, belə kaldora. Girdin, bir dənə belə səni uşaq otağa qarşılayır. Buyur. Yəni, fərqli, zövqlü dizayn. Gəl bura. Sonra səni belə gözəl, geniş bir dənə zal qarşılayır. 65, onda 3 kvadratda, qardaşım mənim. Möhtəşəm, özü bir dənə zalın genişliyinə bax, bir dənə istəyirəm dala gedim, sizə göstərim. Bir dənə belə geniş bir dənə zalımız var. Kərbəlayı yanında qapı var. Zəhmət olmasa o qapını da aç. Keçək nəyə baxırıq indi qardaşım mənim? Kuxnaya. Yəni mətbəxə. Bax gözəl qardaşım mənim. Mətbəxin mebeli mətbəxə uyğun yığılıb. Bir dənə zəhmət olmasa buranı da göstər. Gör haradır. Bax Heydər Parkına bax gedən yola bax. Bax qardaş, düz Heydər Parkına gedir yol. Hər nəysə, yolun qırağı, yəni biz hamı bilir də, yəni biz nə evlər çəkirik, biz nə evlər göstəririk. Yəni bizdə o deyil də, nə bir filan şeyin yanı, bəhmən şeyin ortası o deyil. Gəl bura. Gəl sənə indi 3-cü otaq göstərirəm. Buyur Kərbəlayı. Bu da sənin üçün növbəti geniş bir dənə yekə 3-cü otağımız. İndi keçirik hamam sauzeri sizə göstərim. Hamam sauzeri də çox fərqli dizayndadır. İstəyirəm onu da sizə daha bir maraqla onu sizə göstərim. Gəl Kərbəlayı, gəl bura. Bax, bir dənə gör divarın işləməsi ilə necə səliqəli yığılıb. Hamam sauzerdə öz yerində səliqəli. İndi keçək bunun əsas məsələsinə, yəni qiymətinə. Ünvanımızı gördünüz. Ünvanımız yerləşir, qardaş, Heydər Əliyev prospektində, düz yolun üstündə, təzə bazarın düz yanında, qardaşım mənim. Heydər Əliyev bax, parkı sağındadır, Misir parkı solundadır, təzə bazarda düz bax elə, düz evin yanındadır, qardaşım mənim. Qiymətə bax bir dənə. Qiymətə bax. Cəmi 95.000 manata. Bu 3 otaq, özü əşyaların da bir çoxları da yerində qalacaq. Sənə nə lazımdır bir dənə? Sən də səliqəli ev axtarırsan, gəlirsən, götürürsən, gedirsən. Allah alana da, satana da xeyir versin və 114 əmlak olaraq bunu demək istəyirəm ki, sən də evi satırsansa, ancaq sənin üçün bu evi 114 əmlak satacaq. Diqqətiniz üçün təşəkkürümü bildirirəm.